Good evening, everybody. Araba sokaklarından baktığımızda evvelce başka Raskas oyunla bağlı. Daha sonrasında sorularınızı Scott, your first comments about this match. Well, even before this match, I think my staff can confirm when we were speaking, preparing to the game before the game, that this is going to be 3-3 game, and it's really pity that when you have a lead 3-0, you cannot bring 3 points back home. But we knew it's going to be hard, and the Karabakh experience, especially at the end with last 20 minutes, spoke off, and it's really a little bit devastated. We are really down because when you have 3-0 up, I think everybody of us expected to find a way to finish this game with a win. Unfortunately, it didn't happen. So what we need to do, we need to learn from this game. We need to analyze, and I think maybe it's the best what could happen to us now, because when you it's still like a lot of games left this season, important games in Cup and Championship, and I believe that when those situations will arrive, we will be better prepared to play for the win. Unfortunately, 1 point for both of the teams, and I think especially when on 70th minute the score is 3-0, I have to congratulate Karabakh with a beautiful comeback. Also, I really want to say thank you to the fans that come to this, maybe not very warm evening, but I think there is no fan in the world who wouldn't like the game today. And I really feel sorry for those who didn't come, because there was another maybe 20,000 seats available in the stadium, because you can tell that it's Champions League or whatever, but nothing is more beautiful when there are intrigue and drama in the local championship. And today, I think both teams, us and Karabakh, provided plenty of it. İlk öncə onu qeyd edə bilərəm ki, hətta oyundan öncə mən öz məşqçilər heyətimlə danışarkən biz deyirdik ki, böyük ehtimal hesab bu şəkildə 3-3 belə bitə bilər. Əfsuslar, çox əfsuslar olsun ki, hesabda 3-0 irəlidə olarkən hesabı axıra kimi hesabı qoruyub saxlaya bilmədik. Düzdür, çətin idi bizə. Burada Qarabağın təcrübəsi də öz rolunu oynadı. Son 20 dəqiqədə demək olar ki, onların meydan təcrübəsi danışdı. Biz çox üzgünük. Çünki 3-0 irəlidə olarkən necəsə yolunu tapıb qalibiyyəti sona qədər saxlamaq lazım idi. Əfsuslar olsun ki, bunu saxlaya bilmədik. Amma bu bizim üçün yaxşı bir dərsdir. Bundan nəticə çıxartmalıyıq, təhlil etməliyik. Və bu bizim demək olar ki, bu başımıza gələ biləcək ən yaxşı şeydir. Çünki hələ qarşıda kubok oyunları, qarşıda çempionatın çox oyunları var ki, biz belə hallara düşdükdə artıq daha yaxşı hazırlıqlı şəkildə olmalıyıq, daha yaxşı nəticələr çıxarıb düzgün şəkildə oynamalıyıq. Hər iki komandanı da mən bugünkü oyun münasibətilə təbrik eləmək istəyirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olmamıza baxmayaraq, rəqib son 20 dəqiqədə geri dönüş eləyərək, gözəl dönüş eləyərək hesabı bərabərləşdirdi. Mən bu soyuq havada stadiona təşrif buyuran bütün gələn azarkeşlərə də təşəkkür edirəm. Bəziləri gəlməyən azarkeşlərə görə də çox üzgünəm. Çünki 20 min məncə hələ də bunlarda boş yer var idi. Bu cür oyunlar düşünürəm ki, çempionat oyunları bəzən Çempionlar Liqasından daha da maraqlı, daha da gözəl, gərgin alınır. Çünki bu oyunda demək olar ki, hər şeyi biz gördük. İntriga var idi oyunda, drama var idi oyunda. Bütün bunları biz bugünkü oyunda hiss elədik. Buyurun. After this results, how did you coach? Your team have lost 1 point or have won 2 points? If you ask me before the game, maybe the answer would be different, but for sure we lost the points. There is no doubt about it. When you have lead 3-0, you have to look in the mirror and say we lost. So that's why I'm congratulating Karabakh with a beautiful comeback. And
we will take the lesson, and I really hope and I really believe that we will work to get better after we learn from this lesson. Bugünkü nəticədən sonra əgər mənə oyuna qabaq soruşsaydınız, əlbəttə ki, mən fərqli bir cavab verərdim. 3-0 hesabda öndə olarkən güzgüyə baxdıqdan sonra biz məyus düşünürük ki, biz halları bitirdik. Mən ona görə də Qarabağı bu gözəl geri dönüş münasibəti ilə təbrik etdim və mən düşünürəm ki, bu oyundan biz nəticələr çıxartmalıyıq və ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq. I have 2 questions. First, my question about not football. One of your assistants made not ethic attitude against one of the legends of Azerbaijan football. Will you punish him? Of course, we will deal this. We already apologized to the opponent's bench. I didn't see what happened. I was focused on the pitch, and then I just saw that both benches are up and face to face to each other. Of course, none of that unrespectful behavior is not tolerated in Sabah, and we only for respect and for to play with obey the fair play rules. Əlbəttə ki, biz üzr istədik. Sözün açıqcası, mən o anı görməmişdim. Çünki mən meydançaya köklənmişdim və mən bir də gördüm ki, hər iki ehtiyat oyuncular skameykası ayağa qalxırlar, bir-birinlə üzləşirlər, orada nəsə baş verir. Biz heç vaxt, sabah olaraq biz heç vaxt belə şeylərə tolerans göstərmirik. Bizim üçün hörmət çox önəmlidir və biz bütün qayda qanunlara riayət edirik. Fair play qayda qanunlarına riayət edirik. Team who are competing for the title race in 12 minutes have conceded 3 goals. How can you explain the reason of this? I explained, I think, already, lack of concentration, experience, and the opponent. So, what else can I say? Ben artık bunu başa saldım. Konsentrasiya eksikliği, təcrübə və rəqib. Your opponent, Hayal, you changed him after the first half. What was the reason? It was forced substitution for the health reason, because even yesterday was not clear if he can play or not, and Mikkels also cannot start the game. There's even today what Mikkels did, more than 45 minutes, that it was too much for him. He shouldn't be able to start the game and play more than, let's say, 30 minutes, but we had no choice today, so Hayal substitution was forced substitution because of the health reasons. Bugünkü Xəyalın dəyişilməsi məcbur əvəz etməkdir. Onun sağlamlığıyla bağlı. Hətta dünən belə onun başlaması bir balaca şübhə altındaydı. Onun əvəzinə daxil olan Mikkels də bugün demək olar ki 45 dəqiqə oynadı, amma biz onu səni 30 dəqiqə oynamağa nəzərdə tutmuşduq. Amma başqa bir seçimimiz yox. The last minutes of the match, you were claiming about the referee decisions. What can you say about general how he has refereed today? Look, it's what they say is absolutely no important. I think referees, they have own, I don't know, chief executive or manager, who's in charge of those decisions, and they analyze and they work. They also humans.
I really sincerely hope that they tried their best, and like we all of us make mistakes, coaches make mistakes, players make mistakes, referees make mistakes. Whatever happened, I cannot comment more about that. Like the game is finished, so I leave to referees to analyze their mistakes, and I rather analyze my team's mistakes because this is what I can control. I cannot control referees' decisions. Mən hər nə desəm artıq bunun önəmi yoxdur. Çünki onların öz hakimlər komitəsinin sədri var ki, onların səhvlərindən məsuldur, səhvlərinə baxır. Amma mən düşünürəm ki, hər birimiz insanıq və səmimi şəkildə ümid edirəm ki, nəysə istənilən bir səhvlər olmamışdır. Hər kəs səhv edə bilər və mən bundan əlavə artıq şərh vermək istəmirəm. Çünki oyun bitib, hər kəsin səhvindən də öz qurumu məsuldur. Mən öz oyuncularımı təqlid edib, onların səhvindən məsulam. Hakimlər komitəsi də hakimlər səhv edibsə, onların səhvlərindən məsul baxmalıdır. If there are no another questions, thank you guys. Thank you very much.